Mərkəzi O nöqtəsində olan çevrədə AOB 80 dərəcəli bucaqdır. AMB və ANB qövslərinin dərəcə ölçüləri hansı nisbətdə olar? Mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsü ilə eyni olduğu üçün, yəni bucaq AOB bərabərdir qövs AMB. Yəni AMB qövsü ilə eynidir və o da 80 dərəcədir. Çevrə isə bütünlükdə 360 dərəcəli tam bucağa uyğun gəldiyi üçün 360-dan 80 dərəcəni çıxsaq, digər, yəni AMB qövsünü alaraq, o da 280 dərəcə eləyir. Deməli, AMB qövsünün dərəcə ölçüsü 280-dir. Və bizdən AMB-nin, yəni 280-in 80-ə nisbəti tələb olunur. 280 və 80 ədədlərinin hər birini 40-a bölmək olar. 280-i 40-a bölsək 7 düşər. 80-i də 40-a bölsək 2 düşər. Deməli, nisbət 2-nin 7-yə şəklində olacaqdır.